Niyə kişilər ailə münasibətlərində lider, dominant olmalıdır və niyə kişilər də öz pozisiyasını və sərhədlərini qoymağı bacarmalıdır? Biz, kişi və qadınların təbii ki, bədənlərimiz hormonlardan ibarətdir. Kişilərdə bu testosteron, qadınlarda isə bu estrogendir. Stres əsasən testosteron faktoruna güclü təsir edir. Kişi ailə münasibətlərində öz pozisiyasını, öz sərhədlərini qoya bilməyəndə və qarşı tərəfin hörmət, sevgi və s. qarşılıqlı hisslər görməyəndə onda stres yığılmağa başlayır və bu stres təbii ki də testosteronun aşağı düşməsinə səbəb olur. Qadınlarda isə tamam kişilərdən fərqlidir. Məsələn, stres artdıqda təbii ki, qadınlarda da kortizol hormonu yaranır və bu kortizol hormonu özü-özlüyündə kişilərdən fərqli olaraq emosional xaosa gətirib çıxardır. Və öz sərhədlərini, yəni dominantlığı, rəhbərliyi ailə münasibətlərində qoya bilməyən kişilər, düzdür, bəziləri, misal üçün elə tip kişilər qıraqdan özlərini, belə deyim, xoşbəxt göstərsələr də, təbii ki, bu hormonlar içərdən insana başqa əhval-ruhiyyə verir, yəni qeyd etdiyim əhval-ruhiyyəni verir. Güclü dərəcədə stres, güclü dərəcədə belə deyim, özgüvən azalmasına gətirib çıxardır. Hətta bu kişilərdə nəinki ailə münasibətləri, digər konfliktli, məsələn üçün, vəziyyətlərdə də müşahidə olunur. Yəni, kişi öz pozisiyasını bir konfliktli məsələdə ortaya qoya bilməyəndə, yenə də eyni proses baş verir və sonda stres və həddən artıq stres və testosteronun zaman-zaman artıq zəifləməsinə gətirib çıxardır. Bunun üçün təbii ki də kişi də öz liderliyini, dominantlığını və sərhədlərini qoya bilməli. Təbii ki, qarşılıqlı hörmət, qarşılıqlı anlayış belə deyim, əsasında və qarşı tərəf cinsə də bunun başa düşülməsi izah edilməlidir. Uğurlar və ancaq irəli.